müəllimən sənə deyib ki, gəl Zeynəb, Cingiltili samitləri say. Bəli, biz sayını bilirik, bayaq saydın. Bilirik ki, Cingiltili samitlərimiz nə qədərdir, çar samitlərimiz nə qədərdir. Hamısı bir yerdə, bunlar 23 dənə hərfdirlər, 25 dənə də səsdirlər. Bunları bildim, bu əla. İndi Zeynəb, bunları bəs rahat şəkildə saymaq lazımdır, düzdürmü? Bir-bir sayaq ki, biz bilək ki, Cingiltilər hansılardır, çarlar hansılardır, qarşılıqları hansılardır. Bunu bilmək üçün çətin, sən bunu əzbərləsən, ola bilər ki, bəzən yadından çıxa bilər, düzdürmü? Ola bilər, unuda bilərik. Bunun üçün müəllimən sənə rahat bir yol göstərəcək. Nədir bu yol? Biz sözlərin içindəki samitlərə baxacağıq. Sən oradakı samitləri, o sözləri əzbərləsən, biləcəksən ki, buradakı sözlərin içindəki samit cingiltilidir, yoxsa çardır. İndi o sözləri yazdırdıq, bir də başdan təkrar edirəm. Bax, cingiltili samitləri yadımızda saxlamaq üçün 4 dənə sözümüz var. Hansılardır bunlar? Azərbaycan, müjdə, gül, qovğa. Azərbaycan, müjdə, gül, qovğa sözlərinin içindəki samitlərin hamısı, Zeynəb, cingiltili samitlərdir. Gəl baxaq. Azərbaycanda z, r, b, y, c, n bunların hamısı nədir? Cingiltilidir. Həmçinin müjdə, gül, qovğada olan samitlər kimi. Bunu əzbər bir də öyrənsən ki, bunlar cingiltilidir. Keçək çarlara. 11 dənə çar samitimiz var. Bəs görək bu 11 dənə çar samitin içində bu çarlar hansılardır ki, mən bunları yaddan çıxarmayım. Bunun üçün də 3 dənə söz əzbərləyirsən. Səhifə, xətkeş, çap. Bu 3 dənə söz, səhifə, s-h-f, 3 dənə, səhifə, xətkeş, çap. Buradakı bütün samitlər də olur çar samitlər. Amma bizim 2 dənə də səsimiz var idi axı ki, onlar hərf deyildi, səs idi. Bir dənə bu səhifə, xətkeş, çapın üstünə gəlirsən, k iştirixlə x iştirixi. Bunlar da səsdir, hərf deyil deyə onları ayrıca qeyd edirik. Bura qədər aydın oldu Zeynəb? Əla quzum.